Azərbaycanda ilk dəfə olaraq özəl pensiya fondlarının yaradılması nəzərdə tutulur. Gündəm xəbər Baku VSS-dən xəbər verir ki, bu fondlar dövlət pensiya sistemindən fərqli olaraq əhalinin könüllü şəkildə topladığı vəsaitlərin saxlanılmasına xidmət eləyəcək. Məqsəd vətəndaşların pensiya yaşına çatdıqdan sonra dövlət pensiyasından deyil, eyni zamanda özəl fondlardan da əlavə ödəniş alınmasına şərait yaratmaqdır. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu istiqamətdə qanunvericilik bazasının hazırlanması üzərində çalışır. Qanunvericilik mərhələsi başa çatdıqdan sonra layihə Milli Məclisə təqdim olunacaq. Özəl pensiya fondlarının üstünlüklərinə gəlincə, vətəndaşların pensiya dövründə gəlirlərini artırmaq imkanı yaradır, dövlət pensiya sistemindən asılılığı azaldır, əmanətlərin müxtəlif investisiya alətlərinə yönləndirilməsi ilə vəsaitlərin dəyəri artırıla bilər. Uzun müddətli dövrdə həm vətəndaşa, həm də ölkə iqtisadiyyatına əlavə maliyyə resursları qazandırır. Qeyd eləyək ki, özəl pensiya fondları bir çox ölkələrdə uğurla tətbiq olunur. Özəl pensiya fondları əhalinin sosial təminat sisteminin mühüm hissəsi hesab olunur. Mütəxəssislərin fikrincə, bu fondların Azərbaycanda da tətbiqi vətəndaşların pensiya təminatını gücləndirməklə yanaşı, maliyyə bazarlarının inkişafına da mühüm təkan verəcək.